Burada yəqin su axan yerdir. Buradasan. Qulam Hüseyin, bu hamam haqqında nə deyə bilərsən? Bu hamam çox qədim hamamdır. Amma hamamdan bir dənə maraqlı bir söz deyim sizə. O vaxtı qədimdə. Bu qədimdə deyəndə ki, lap belə 19-cu əsrin axırlarına kimi də, 20-ci əsrin əvvəllərinə kimi də hamamda ocaqçını seçirdilər. Yəni hər adam ocaqçı getirmirdilər. Yəni nə üçün seçirdilər? Çünki indi hansı hamama gediriksə, kombitdə, hər yerdə də 24 saat isti su var. O vaxt elə deyil axı, o vaxt ocaqçı suyu qızdırırdı. Və bunlar da sakinlər də bilməlidirlər ki, su qızıb hamama getmək olar. Ocaqçı nə edirdi? Hamamı qızdırandan sonra, su qızandan sonra çıxırdı hamamın damına, dörd bir tərəfə, kəndin dörd bir tərəfinə fit çalırdı möhkəmdən. Yəni ki, o fitdən bilirdilər ki, hamamın suyu qızıb. Getmək lazımdır hamama çinməyən. Yəni, kim hamama getmək istəyirsə, fitlə bilirdilər. İndi düz deyil, kimə düşən fit, ya fiti kimə işləyir ki? Amma o vaxt elə deyildi axı. O vaxt kəndlər boş idi, sakitçilik idi, maşın yox idi. Yəni, bu kəndin başında möhkəm fit çalanda o başında eşidilirdi. Ona görə də ocaqçı seçəndə möhkəm fit çalan insanı seçirdilər. Ki, o çıxıb fit çala bilsin damda. Yəni, çıxırdı hamamın damına dörd bir tərəfə, kəndin dörd bir tərəfinə fit çalırdı və sakinlər də bilirdi ki, hamamın suyu qızıb, hamam istidir, gelib çinmək olar. Çox maraqlıdır, mən eşitməmişdim. Hamamdan ümumiyyətlə çox şeylər var, çox şeylər var. Hamam Azərbaycanda gözəl bir mədəniyyəti sahib. Çox gözəl, çox gözəl. İnşallah o... Sizin kənddə də var da, romanda var. Bizim kənddə var, 2 dənə hamamımız var. Əvvəl olub, indi isə 2 dənəsi qalıb. Dövlət tərəfindən təmir olunub, biri muzeyindir, Ramana muzeyi eləmişəm birini. Biri isə belə adi muzey kimi, amma təmir olunub. İnşallah ki, burada təmir olunur. İnşallah. İnşallah. Oldu, çox sağ olun. Sağ olun. Sağ olun.